Yaxşı, bu qədər cəza yaxşıdır. Amma Nigar Fərhada gəlirik. 6 universitet sonuncusu Harvardı bitirən xanım direkti yazıldığı kimi oxuyur. Sonuncu intervyusundan bir məsəl gətirirəm. Deyir ki, direktim vəkillərimin nəzarət altındadır. Birincisi, direkt əgər ingiliscə bilirsinizsə direct deyə oxunur Nigar xanım. İkincisi, yəqin ki, sizin direktinizə təhqir mesajları gəlib. Təhqirin Deməli, İngilis dilində bir çox sözlər var ki, o sözlər iki cür və yaxud da hətta bəzən üç cür tələffüz oluna bilir. Bu isə əsasən yayılmış iki İngilis dilinə görədir. Amerikan İngilis dilisi və British İngilis dilinə görədir ki, yəni British İngiliscədə söz bu cür tələffüz olunur, Amerikan İngiliscədə isə bu cür tələffüz olunur və hər ikisi qəbul olunan, yəni necə tələffüz etsəz düzgün səslənmiş olur. Və direct sözü də onlardan biridir. Həm direct, həm də direct kimi tələffüz edə bilərsiniz. Bundan yaranan digər söz də belədir həmçinin. Direction or direction və yaxud da advertisement or advertisement, schedule or schedule, lieutenant or lieutenant. Yəni ingilis dilində belə sözlər çoxdur. Bir neçə tələffüzü var və hər ikisi də hətta sözlərin yazılışları da məsələn iki cür yazıla bilən sözlər var ki, məsələn fərqli cür yazılırlar, amma hər iki yazılış da düzgün qəbul olunur. Və xanımın fikrinə gəldikdə isə mən bu videoda xanımın bütün fikirləri ilə razıyam. Heç bir fikir səsləndirmirəm, sadəcə bundan sonraki digər videoya baxmanızı məsləhət görürəm. Ölkəmizdə son günlər iki dalbadal hadisə baş verdi. Birincisi 13 yaşlı qız dünyaya uşaq gətirdi, ana oldu 13 yaşında və ikincisi isə Nigar Fərhad məsələsi. Bəs niyə reaksiyalar bu qədər fərqli oldu? Niyə Nigar Fərhada qarşı olan o nifrət, o linçləmə həmən 23 yaşlı pedofila qarşı olmadı? Niyə? Niyə 13 yaşlı uşaq ana olanda fikir bildirmədiniz, çoxunuz, heç nə demədiniz, qırağa çəkildiniz, dayandınız? Amma Nigar Fərhada gələndə isə hamınız fikir bildirdiniz, onu tənqid elədiniz, təhqir elədiniz, особенно oğlan kişi blogerlərimiz. Hamınız video paylaşdınız. Niyə? Çünki siz qadınlara nifrət edirsiniz. Və mən bilirəm, qadınlı kişidə heç kimin bu qadından xoşu gəlmir, ağzının danışığını bilmir və s. o heç. Amma eyni reaksiyanı o 23 yaşlı pedofila qarşı eləyərdiniz də. Niyə Nigar Fərhada o qədər nifrət göstərdiniz? Elə bir ki 13 yaşlı uşağı hamilə qoyan Nigar Fərhaddır. Yenə deyirəm, çünki siz qadınlara nifrət edirsiniz və sizin çoxunuzun içində həmən o pedofildan var. Çünki mən məktəbdə oxuyanda, onlar da 13-14 yaşım, hər dəfə məktəbin qabağında oğlanlar yığışırdı. 18+, eləsə var idi ki, hətta univeri bitirmişdi. 23-24 yaşında oğlanlar dururdu orada qızlara baxmaq üçün. Az yaşlı, məktəbli qızlara baxmaq üçün. Və ona görə də siz deep down 23 yaşlı oğlanın nəyə görə 13 yaşlı qıza tamaq salmağını da qəşəng başa düşürsünüz. Elə ona görə də susdunuz, ona görə də heç nə demədiniz.